Sosial şəbəkədə qeyri-etik hərəkətlərə görə cəza verilə bilər. 1000 manata qədər cərimə və həbs. Report xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq maddəsinə yeni hissələr əlavə olunması təklif edilir. Sənədə əsasən internet informasiya ehtiyatında və ya informasiya telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq şəkildə hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə 500 manatdan 1000 manata qədər məbləğdə cərimə ediləcək, işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət etmədikdə 30 günə qədər müddətə inzibati həbs tətbiq olunacaq. Qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə 1000 manatdan 2000 manata qədər məbləğdə cərimə ediləcək, işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət etmədikdə 1 aydan 2 aya qədər müddətə inzibati həbs tətbiq olunacaq.